Sankt-Peterburg Beynəlxalq İqtisadi Forumunda çıxış edən Rusiya diktatoru Vladimir Putin olduqca mübahisəli bir bəyanat verdi. O, İsrailə qarşı mümkün təcavüzə işarə etdi. Keçmiş Sovet İttifaqından və Rusiya Federasiyasından təxminən 2 milyon insanın İsraildə yaşadığını nəzərinizə çatdırmaq istəyirəm. Bugün İsrail demək olar ki, rus dilli bir ölkəyə çevrilib. Biz təbii ki, müasir Rusiya tarixində bu amili həmişə nəzərə alırıq, deyə Rusiya lideri bildirdi. Bu sözlərin narahatlıq doğurması təsadüfi deyil. Putin Ukraynaya qarşı artıq 10 ildən çox davam edən təcavüzünü tez-tez rus dilli əhalini qorumaq kimi yalan bəhanələrlə əsaslandırır. Onun bu cür bəyanatları, keçmiş SSRİ-dən olan insanların yaşadığı digər dövlətlərin suverenliyi üçün potensial təhlükə və təhlükəli presedent kimi dəyərləndirilir. Putinin İsrail demək olar ki, rus dilli ölkədir iddiası reallığa uyğun deyil. Son məlumatlara görə İsrail əhalisinin yalnız təxminən 13% rus dilli vətəndaşlardan ibarətdir. Beləliklə, Rusiya liderinin sözləri Ukrayna məsələsində olduğu kimi öz geosiyasi ambisiyalarını əsaslandırmaq üçün faktların manipulyasiyasını. Putin həmçinin çıxışı zamanı Tehrana açıq dəstəyini ifadə etdi. O bildirdi ki, Rusiya və İran eyni qüvvələrlə mübarizə aparır. Bu ifadə iki təcavüzkar rejimin Rusiyanın və İranın sabit sülh və digər xalqların azadlığından narahat olduğunu bir daha göstərir. Putinin hədəfində Avropada var. Rusiya Federasiyası hərbi təcavüzünü tezliklə digər Avropa ölkələrinə də genişləndirə bilər. Associated Press agentliyi Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallasa istinadən xəbər verir ki, Avropa İttifaqı Moskvanın uzun müddətinə müharibəyə hazırlaşdığına dair əlamətlər görür. Hər şey onu göstərir ki, Rusiya Federasiyası Ukrayna ilə kifayətlənmək niyyətində deyil və cəmiyyətini, iqtisadiyyatını Avropa İttifaqı ölkələri ilə müharibəyə hazırlayır. Rusiya artıq sabotaj və kiberhücumlarla məşğuldur. Avropa parlamentində çıxışı zamanı Kaya Kallas Rusiyanın hərbi büdcəsinin artdığını xatırladı. Bugün Rusiyanın hərbi xərcləri Avropa İttifaqının 27 üzv ölkəsinin ümumi müdafiə xərclərini üstələyir. Diplomat həmçinin qeyd edib ki, 2025-ci ildə Moskva müharibəyə təhsildən, səhiyyədən və sosial siyasətdən daha çox vəsait ayıracaq. O, Putinin silahlı qüvvələrinin birbaşa genişləndirilməsindən, Avropa ilə sərhəddə yeni hərbi bazaların inşasından, hərbçilərin sayının artırılmasından və hərbi istehsalın yüksəldilməsindən də danışıb. Kaya Kallas Avropa İttifaqının müdafiə büdcəsinin ümumdaxili məhsulun 5%-nə qədər artırılmasının vacibliyini vurğulayıb. ABŞ və NATO-da bunu tələb edir. Eyni zamanda o hesab edir ki, Avropa İttifaqı Rusiyanın mümkün təcavüzünə qarşı yaxşı hazırlaşa bilər. Onun sözlərinə görə, yeni maliyyə mexanizmlərinin tətbiqi ilə Avropa İttifaqının müdafiə sahəsində 650 milyard avroya qədər vəsait səfərbər edə bilər. İsrail və İran yaxın gələcəkdə sona çatmayacaq sərt qarşıdurma mərhələsinə qədəm qoyublar. Bu ölkələr əhəmiyyətli məsafədə yerləşsələr də, bu onların raket və dron zərbələri mübadiləsinə mane olmur. Dövlət Dumasının deputatı istefada olan general-leytenant Andrey Gorlevin analoji olaraq bildirdiyinə görə Sumu vilayətində bufer zonasına praktiki olaraq ehtiyac yoxdur. Əskər Telegram kanalında yazıb. Bizim və nasist rejimi arasında 200-300 kilometr ərazini yandırmağın bir mənası varmı? İsrail və İranı demək olar ki, 1,5 kilometr ayırır. Lakin bu, onların bir-birinə dəqiq sürətli, ağırlı zərbələr endirməsinə mane olmur. Bu alar raketlər, aviasiya hər şey tam gücü ilə işləyir. Borulev güman edib ki, Rusiya tərəfi Lvov vilayətindən başqa bütün Ukraynanı bufer zonasına çevirsə belə bu qarşıdurmanın davam etməsinə mane olmayacaq. Birovdan Moskvaya qədər olan məsafə 1100 kilometrdən bir qədər çoxdur. Eyni zamanda İsrail və İranı təxminən 1500 kilometr ayırır. Hatırladaq ki, 2025-ci ilin martında Ukrayna qüvvələri Rusiyanın Kursk vilayətindəki Sucadan son geri çəkilməsini həyata keçirərkən, dövlət sərhədinin digər tərəfində Ukraynanın Sumu vilayətində açıq mənbəli xəritələrdə yeni boz ləkələr görünməyə başladı. 2022-ci ildən bəri Moskvanın qüvvələri şimali Ukraynadan təlaşla geri çəkiləndən bəri ilk dəfədir ki, Rusiya qoşunları yenidən diqqətlərini Sumu vilayətinə yönəldiblər. Lakin aylarda Kiyev-Kursk vilayətinin kiçik bir hissəsini əlində saxlamağa davam etsə də və Rusiyanın şərqi Ukraynada yas hücumu genişlənəndə Sumu vilayətindəki sərhəd ətrafında döyüşlər tez-tez diqqətdən kənarda qalırdı. İyun ayı ərzində Rusiyanın Sumu vilayətindəki qazançları əhəmiyyətli dərəcədə sürətlənib.
bir neçə kəndi ələ keçirib və Deep State açıq mənbəli xəritələmə layihəsinin bildirdiyi ərazi dəyişikliklərinə görə regional paytaxt Sumudan 20 kilometr məsafəyə qədər yaxınlaşıb. Keçən yay Kursk hücumunu başladıqdan qısa müddət sonra Kiyev hücumun məqsədinin Suma vilayətini qorumaq üçün bufer zonası yaratmaq olduğunu iddia etdi. Baxmayaraq ki, reallıqda Ukrayna hərbi fəaliyyətinin artması, Ukrayna qoşunlarının və texnikasının yerləşdiyi sərhəd yaşayış məntəqələrinə Rusiyanın zərbələrinin artmasına səbəb oldu. May ayında Kursk vilayətinə səfərdən qayıtdıqdan sonra Rusiya prezidenti Vladimir Putin Ukraynanı şimal dövlət sərhədi boyunca öz təhlükəsizlik bufer zonasını yaratdığını elan etdi. İtkilər və mənasız ət hücumları fonunda Rusiya ordusunun sıralarında sistemli bir böhran yaranır. Əskərlər silahla cəbhədən qaçır, əmirlərə tabe olmaqdan imtina edir və kütləvi şəkildə hücumlara mane olurlar. Vəziyyət artıq təcrid olunmuş hal deyil, bu normaya çevrilir. Komandanlıq nəzarəti itirir. Rusiya mənbələrindən gələn iki yeni hesabat mövqelərdən silahla qaçmağın istisna deyil, bir qayda halına gəldiyini göstərir. Velikaya Novoselka ərazisində Agat və Sizo ilə qəbli iki hərbçi axtarılır. Hər ikisi pulemyot və qumvara ilə qaçıb, onlardan biri yaralıdır və axsayır. Onlar xilas edilmək üçün deyil, xüsusi planlarla yəqin ki, nümunəvi qisas üçün axtarılırlar. Təhlükəli cinayətkarlar üçün olduğu kimi məlumat müqabilində mükafat verilir. Pyansk istiqamətində fəaliyyət göstərən 15-ci Matatıcı alayın hərbi qulluqçuları döyüş tapşırığını yerinə yetirməkdən imtina ediblər. Bir mənbənin təsvir etdiyi kimi, bölmə daxilində dəhşətli qarışıqlıq yaşanır. Komandanlıq görünür ruh düşkünlüyünə artıq məhəl qoya bilmir. Əskərlərin mövqeyi getdikcə daha açıq olur, itaət isə getdikcə daha şərti xarakter alır. Hesabatda deyilir ki, döyüş tapşırığından sadəcə imtina etməyin cəzası burada sadədir. Baxmayaraq ki, hamı öldürülməyəcək. Ukrayna kəşfiyyatı və müstəqil hərbi analitiklərin fikrincə Rusiyanın hücumları getdikcə mənasız şəkildə şəxsi heyətə atəşə atmağa əsaslanır. Lazımi artilleriya dəstəyi olmadan zirehli texnikasız, şanssız əskərlər bunları qatil növbələr və ət missiyaları adlandırır və getdikcə qaçışı, sabotajı və ya açıq aydın imtinanı üstün tuturlar. Rotasiyaların olmaması, təchizat çatışmazlığı və zabitləri ilə komendantların sərtərəfdarı ordu daxilində əhval-ruhiyyəni partlayıcı vəziyyətə gətirir. Qorxu və tabiçilik üzərində qurulmuş sistem uğursuzluğa düçar olmağa başlayır. Komandanlıq bəzi briqadaları artıq parçalanan digərlərinə kömək etməyə atır. Ehtiyatlar getdikcə azalır, texnika köhnəlir, motivasiya yoxdur. Döyüş əmrlərindən qaçış və imtina dərin ruh düşkünlüyünün yalnız bir əlamətidir. Əgər belə hallar geniş yayılarsa, Rusiya ordusu Əfqanistandakı Sovet müharibəsinin sonraki illərində olduğu kimi daxili qiyamlar, fərarliklər və tabe olmaqdan imtina dalğası ilə üzləşə bilər.